Hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Mən Aytaç Həsənova. Bugün sizlərə 2-ci sinif riyaziyyat dərsi ilə növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl bir elanı diqqətinizə çatdırım ki, onlayn hazırlıq qruplarına aşağıdakı nömrə ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Hazırlıqlarımızın üstünlüyü ondan ibarətdir ki, bizim hazırlığımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla Azərbaycan dili və riyaziyyat fənni üzrə tədris olunur. Bir üstünlüyümüz də ondan ibarətdir ki, bizim hazırlıqlarımızda digər hazırlıqlardakı kimi 10-15 nəfər olmur. Maksimum 5 və 6 nəfərdən ibarət olur. Hər uşağa fərdi yanaşılır. Bununla yanaşı, dərslikdəki mövzuların mənimsənilməsi, riyazi bacarıqların inkişafı, oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi, oxuyub anlama mətnlərini necə işləmək olar, həftəlik sınaqlar, aylıq sınaqlar, KSG-yə hazırlıq, BSG-yə hazırlıq, monitorinqlərə hazırlıq, bütün hər biri bizim qruplarımızda mövcuddur. Siz də vaxt itirmədən bizim hazırlıqlarımıza yazıla bilərsiniz və sizə bir şey də deyim ki, artıq yerlər dolmaq üzrədir. Siz də vaxt itirmədən qruplarımıza qoşulun. İndi isə keçirin mövzumuzun izahına. Məktəbin həyətinə əkmək üçün 39 ağac gətirdilər. Məsələnin şərtini oxumazdan əvvəl sizə bir ipucu deyək verim, bir qeyd bildirim ki, övladınız əgər məsələni işləməkdə çətinlik çəkirsə, onu belə öyrədin. Nə verilirsə, hər şeyi qısa qeyd formasında yazsın ki, ona rahat olsun. Çünki məsələni bıdı oxuyub gedir, heç nə yadında qalmır. Bu, bəlkə də sizə belə absurd gələ bilər, amma həqiqətən də belədir. Məsələn, məktəbin həyətinə əkmək üçün 39 ağac gətirdilər. Cəmi neçə ağac gətiriblər? 39. Ağaclar əkildikdən sonra 8 ağac artıq qaldı. Baxın, əkildi. Nə qədər əkildi? Biz bilmirik axı onu. Ona görə biz onun yerinə heç nə yazmırıq. Bəs neçə ağac artıq qaldı? 8 ağac. İndi bizə deyir ki, məktəbin həyətinə neçə ağac əkilib? Gəlin, baxaq. Həlli. Cəmi 39 ağac var idi. Bir neçəsini əkdik, bilmirik. Deməli, əkiriksə bu ağaclar azalır. Çıxacaq əkdiyimiz ağacları və neçə ağac qalmışdı? 8. Azalan, çıxılan fərq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Deməli, çıxılan bərabərdir. 39 çıxılsın 8. Çıxılan da bərabərdir 31. Deməli, cavab məktəbin həyətinə 31 ağac əkiblər. Keçirik növbəti məsələmizə. Növbəti məsələdə nə deyir? Şalvar 35 manatdır. Oxudum, qeydimi yazıram ki, gözümün qabağında olsun. Köynəyi isə bundan 3 manat ucuzdur. Yəni 3 manat azdır demək istəyir. 35 çıxılsın 3 bərabərdir 32. Deməli, köynək neçəyədir? 32 manat. Bir şalvar, bir köynək almaq üçün neçə manat pul ödəmək lazımdır? Baxın, gedirik dükana, mağazaya da belə bir sözlə. Bir dənə şalvar alırıq, bir dənə də köynək alırıq. Hər ikisinin pulunu ödəməliyik də. Cəmi nə qədər pul ödəmiş olacam mən? Həlli. Əlbəttə ki, həm şalvarın pulunu, həm köynəyin pulunu toplayarıq. Bilərik ki, biz neçə manat ödəmişik? Cavab 67 manat ödədik. Keçirik növbəti məsələmizə. Məsələ 3. Səbinə kitabxanadan 80 səhifəsi olan hekayə kitabı götürdü. Baxın, cəmi neçə səhifədir? 80. O bir neçə günə kitabın 40 səhifəsini oxudu. Gəlin yazaq. Oxudu 40 səhifə. Səbinə kitabı oxuyub bitirmək üçün daha neçə səhifə oxumalıdır? Nə qədər səhifəsi oxunmamış qaldı və yaxud da yaza bilərik, oxumalıdır neçə səhifə? Əlbəttə ki, cəmi nə qədər idi? 80. 40-ını oxuduq. Neyniyəcək? Artıq onlar oxundu, getdi də. Deməli, azalıb. Çıxacaq 40-ını. Yerdə nə qədər qaldı? 40. Deməli, Səbinə neçə səhifə oxumalıdır? 40 səhifə oxumalıdır. 40 səhifə. Keçirik növbəti məsələmizə. Bakıya gəzməyə gələn məktəbliləri Atəşgah və İçəri şəhərə ekskursiya apardılar. Ekskursiyada cəmi 74 şagird iştirak etdi.
Cəmi 74. İlk gün onlardan 30'u atəşgaha. Baxın, atəşgaha nə qədər gedib? 30 uşaq. Sonra bizə sual verir ki, qalanları da deyir, içəri şəhərə getdi. İçəri şəhər. Bilirik içəri şəhərə nə qədər gedib? Əlbəttə ki, xeyr. Biz onu sual işarəsi ilə qeyd edirik. İndi deyir, sual verir ki, şagirdlərin neçəsi içəri şəhərə getdi? Gəlin yazaq həlli. Cəmi neçə nəfər idi? 74. Bu 74-ün 30'u getdi atəşgaha. Uşaqlar azaldı da, gediblər uşaq. Yerdə neçə nəfər qaldı? 44. Deməli, içəri şəhərə neçə şagird gedib? 44 şagird. Mən çalışıram ki, maksimum dərəcədə uşaqları, şagirdləri incitmədən ən qısa yolla necə həll eləyə biləriksə, o formada öyrədirəm. Bilirsiniz, riyaziyyat asanı sevir. Asan yolunu tapmalısınız. Uzun yolla getsə, riyaziyyat dərin elmdir. Onun içərisinə girdikcə adam orada itib batır. Çalışmaq lazımdır ki, onun qısa yollarını tapıb o yolla gedəsiniz. Keçirik məsələ 5-ə. Anar kibrit çöplərini bir-birinə yapışdırıb ev düzəltdi. Bunun üçün o 34 yaşıl. Yaşıldan nə qədər istifadə edib? 34. Bundan 2 dənə az qəhvəyi. 2 dənə az deyirsə, 34-dən çıxarıq 2-ni, qalacaq 32. Deməli, yaşıldan 34 dənə, qəhvəyidən 32 dənə istifadə eləyib. Sual verir bizə, anar cəmi neçə kibrit çöpündən istifadə etdi? Yazırıq cəmi. Cəmini bilmirik axı biz. Yazırıq həlli. Baxın, 34 dənə yaşıl, 32 dənə də qəhvəyi çöpdən istifadə edib. İkisi bir yerdə cəmi nə qədər eləyir? 66. Yazırıq, cavab 66 çöp istifadə etdi. Artıq videomuzun 7-ci dəqiqəsidir və 7-ci dəqiqədə biz 5 dənə məsələni həll etdik, bitirdik. Keçirik növbəti səhifəyə. Növbəti səhifədə fərqi tapmağımızı bizdən istəyir. Çıxma əməllərdir. 4-dən burada təklikdən təkliyi, onluqdan onluğu düzgün formada alt-alta yazıb çıxmaq lazımdır. Yəni dəftərdə uşaqlar yazanda çalışın. Təklik təkliyin altda, onluq onluğun altda düzgün düşsün. 4-dən 2 çıxdıq 2, 5-dən 4 çıxdıq 1. 9-dan 3 çıxdıq 6, 7-dən 2 çıxdıq 5. 9-dan 5 çıxdıq 4, 8-dən 4 çıxdıq 4. 2-dən 2 0, 4-dən 2 2. 9-dan 1 8, 6-dan 6 çıxanda 0 qalır və biz onu qeyd eləmirik. 8-dən 5 çıxdıq 3, 7-dən 4 çıxdıq 3. 6-dan 1 çıxdıq 5, 7-dən 6 çıxdıq 1. Keçirik daha sonra 5-dən 2 çıxdıq 3, 6-dan 5 çıxdıq 1. 3-dən 3 0, 3-dən 1 2. 2-dən 1 1, 3-dən 1 2. 9-dan 6 çıxanda 3, 4-dən 2 çıxanda 2. 5-dən 3 çıxanda 2, 8-dən 6 çıxanda 2. Və 7-dən 2 çıxanda 5, 9-dan 8 çıxanda 1 qalmış olur. Keçirik indi. Deməli, burada bir qayda var ki, geri saymaqla fərqi tapmaq olar. Məsələn, 58-dən 23 çıxmanı deyir, azalandan başlamaqla çıxılandakı onluqların sayı qədər onu geri sayırsınız. Bu nə deməkdir? Məsələn, 58 çıxılsın 23 deyil. 23-də neçə onluq var? 2 onluq. 10, bir də 10. 58-dən 10 çıxanda olacaq 48. Yəni 8-in onluqları da 58, 48, 38 və 38-dən də 3-ü çıxırıq, qalır 35. Yəni qısa yolla belədir. Amma artıq bir müddət keçəndən sonra uşaqlarda vərdiş halını alır. Yəni belə uzun yolları yadlarında saxlamırlar. Onlar üçün daha rahat necədirsə o forma ilə çıxmış olurlar. İndi bizə deyir ki, geri saymaqla fərqi tapın. Baxın, 48-dən 14 çıxmalıyıq, düzdür? 48-dən 14 çıxmaq üçün 14-ün neçə onluğu var? 1 onluğu var. Olacaq 38 və 38-dən də biz çıxmalıyıq nəyi? 38 çıxılsın 4, təkliyi çıxacaq, qalacaq 34. Deməli, 48-dən 14 çıxanda qalır
34. Sonra 59-dan 21 çıxmaq üçün 21-də neçə onluq var? 2 onluq. 2 onluq qədər biz sayacağıq. Bax, olacaq 1 onluq 49, 1 onluq 39. Daha sonra bunun təkliyini çıxmalıyıq. 39 çıxılsın 1 bərabərdir 38. Keçirik növbətiyə. Burada cavab oldu 38. 75 çıxılsın 12. Burada da 12-nin neçə dənə onluğu var? Bir dənə onluğu var. 75. Bir onluq çıxanda qalır 65. Və təkliyi çıxırıq daha sonra. 65-dən də 2 çıxanda qalır 63. Növbəti. Burada sonra deyir ki, 55-dən deməli burada neçə qaldı cavab? 63. 55-dən 34 çıxmaq üçün 34-də 3 onluq var. 3 onluq qədər biz geri getməliyik. Baxın, 45 1 onluq, 35 2 onluq, 25 3 onluq və daha sonra 25-dən də 4 təkliyi çıxırıq. Cavab 21 qalmış olacaq. Keçirik növbəti. 59-dan 11 çıxırıq. Artıq 59, 1 onluq var. Olacaq 49 və 49-dan da 1 təhliyimizi çıxırıq. Olur 48. 59-dan 11 çıxanda qalacaq 48. 37-dən 13 çıxanda yenə 37-dir, düzdür. 1 onluq geri çıxırıq da, elə bil ki. Olur 27. 27-dən də 13-ün 3 təkliyini çıxarıq. Olacaq 24. Növbətidə isə 98-dən 18 çıxırıq. 98-dən 1 onluq geri olacaq 88. 88-dən də 8-i çıxanda olacaq 80. Bunu da qeyd edeyim. 88 və 88-dən də çıxırıq 8-i olacaq 80. Baxın, eyni ilə burada necədirsə, biz də o formada yazmış olduq. Keçirik növbəti. Qaydamıza azalan və çıxılanı onluq və təkliklərə ayırıb ədəd üçlüyündə təsvir etməklə də tapmaq olar. Əlbəttə ki, bu da bir üsuldur. Bu da tapşırıqlarda düşə bilər, KSG-lərdə də düşə bilər. Burada necə eləyirsiniz? Məsələn, yazırıq ki, 47 çıxılsın. Gəlin elə tapşırıq üzərindən gedək. Ədədləri onluq və təkliklərə ayırmaqla fərqi tapın. Bir neçə misalı da şifahi həll edin. Əvvəlcə biz təklik və onluqlarına ayırmaqla eləyək hamısını. Daha sonra şifahi də tapacağıq. Burada birinci nədir? Baxın. 38 çıxılsın 23. Düzdür? 38-i onluqlarına ayırsaq, onluq və təklik 30 və 8 olacaq. 23-də isə olacaq 20 və 3. Deməli, birinci təklikləri çıxırıq, yəni. Mən sizə bunu biraz böyüdüm, belə görmək üçün. Aha, təkliklərimiz birinci bunlardır. 8 çıxılsın 3, eləyəcək 5. Daha sonra onluqları çıxırıq. 30-dan çıxırıq 20-ni, olacaq 10 və 10 ilə 5-i sonda toplayırıq. 10-un üstə 5 gələndə eləyəcək 15 və bizim cavabımız burada olacaq 38-dən 20 çıxan. Bəzən belə texniki nasazlıqlar olsa da, biz yenə qaldığımız yerdən davam edirik. 74 çıxılsın 12. Baxın, 74-dən 12 çıxarkən əvvəlcə şifahi çıxmaya gəlin baxaq. Şifahi çıxmada 10 geri saymaqla çıxacaq. Bu nə deməkdir? 74-dən 10 geri çıxanda olacaq 64. 64-dən də 2 təkliyi çıxırıq, olur 62. Amma biz indi yazacağıq 74 çıxılsın 12. Bunu onluq və təkliklərinə ayıracağıq. Daha sonra davam eləyəcək qaldığımız yerdən. Əvvəlcə təklikləri çıxırıq 2. Daha sonra 70-dən 10-u çıxırıq. Yəni onluqları çıxırıq 60 və 60 ilə də 2-ni toplayırıq. Olacaq 62. Cavabı oldu 62. Keçirik növbətiyə. 59 çıxılsın 54. Burada da 59-dan 54 çıxanda 5 qalır. 9-dan 4 çıxdıq çünki 5 qalır. 5-dən də 5 çıxanda 0 qalır. Onluq və təkliklərinə ayıranda isə 50, bu da 4 olacaq. Əvvəlcə 9-dan 4-ü çıxacaq 5. Daha sonra 50-dən 50-ni çıxırıq 0 və 5 ilə də 0-ı toplayırıq, olacaq 5. Daha sonra keçirik növbətiyə. 94-dən 13 çıxırıq. Bunu çıxarkən yenə onluq və təkliklərinə ayırırıq 90. Bu da 4. 10. Bu da 3.
olacaq. Əvvəlcə 4-dən 3 çıxırıq 1. Daha sonra onluqları 90-dan 10 çıxırıq 9 və 9 ilə 1-i 90-dan 10 çıxırıq, daha doğrusu üzr istəyirəm 80 və 80 ilə 1-i toplayırıq, olacaq 81. Keçirik növbətiyə. 66-dan 24 çıxırıq. Baxın, şifayı çıxarkən onun geri saymadan istifadə edəcəyik. 66-da 2 onluğumuz var. 66-dan 1 onluq çıxdıq 56, 1 onluqda çıxdıq. 1 onluqda geri qayıtdıq, yəni 46 və 46-dan da 4 çıxanda cavab 42 qalır. Təhlik və onluqlarını ayıraraq da çıxırıq indi. 20, bu da 4. Əvvəlcə təhliklər 6-dan 4 çıxdıq 2, 60-dan sonra 20-ni çıxırıq, yəni onluqları. Bu da olacaq 40 və 40 ilə də 2-ni toplayırıq, olacaq 42. Keçirik növbəti. Deməli 48 çıxılsın 34. Burada deməli onluqlarını ayırırıq 40 və 8. 30 və 4. Əvvəlcə təhlikləri çıxırıq 4, sonra onluqları çıxırıq 10 və qalan cavabları toplayırıq 14. Cavabımız olacaq 14. Daha sonra keçirik növbətiyə. 59 çıxılsın 39. 59 çıxaq 39. Yenə təhlik və onluqlarını ayırırıq. 50, bu da 9. 30, bu da 9. Əvvəlcə təhlikləri 9-dan 9 çıxdıq 0, 50-dən də 30 çıxdıq. 20 qalmış olacaq və sonda da 20 ilə 0-ı toplayırıq. 20 etmiş olur. Sonra keçirik növbəti. 67-dən 25 çıxırıq. Burada olacaq deməli 7-dən əvvəlcə təhlik və onluqlarını ayırırıq. Təbii ki 60, bu da 7. 20, bu da 5. Əvvəlcə təhliklər 7-dən 5 çıxdıq 2, 60-dan 20 çıxdıq 40. 40 ilə də 2-ni toplayırıq, olacaq 42. 40 ilə də 2-ni toplayırıq 42. Mənim burada tələsməyimin səbəbi bayaqdan bu texniki problemi mən həll edə bilmirdim. Ona görə narahatam ki, birdən yenə video yarımçıq qalar. Alt-alta yazmaqla fərqi tapın. 46 çıxılsın 12. Diqqətli olmalıyıq ki, təhlik-təhliyin altı, onluq-onluğun altına düşsün. 4-dən 1 çıxdıq 3. 68-dən 44-ü çıxacaq. 8-dən 4 çıxdıq 4. 6-dan 4 çıxdıq 2. 95-dən 72 çıxacaq. 5-dən 2 çıxdıq 3. 9-dan 7 çıxdıq 2. 23. 76-dan 55 çıxacaq. 6-dan 5 çıxdıq 1. 7-dən 5 çıxdıq 2. Daha sonra 87-dən 34 çıxırıq. 7-dən 4 çıxdıq 3. 8-dən 3 çıxdıq 5. Keçirik növbəti. Hesablayın və müqayisə edin. Əvvəlcə biz deməli bir dəqiqə. Əvvəlcə biz buranı hesablamalıyıq. Daha sonra bununla müqayisə eləməliyik. Burada aha, 45-dən 11 çıxanda, gəlin lap sizin üçün alt-alta yazım mən. Qalacaq 5-dən 4 1, 4-dən də 1 3. 34 ilə 33-ü müqayisə etdikdə arada böyük işarəsi qoyulacaq. Bir dəqiqə qələmin. Neysə, düzəldə bilmədim. 68-dən 46 çıxanda qalacaq 2, 6-dan 4 çıxanda 2, 22 ilə 24-ü müqayisə eləyəndə kiçik işarəsi qoyuruq. Daha sonra 89-dan çıxırıq 26-nı, qalacaq 3, burada da 6. 63 ilə 32-ni müqayisə eləyəndə böyük işarəsi qoyuruq və ən sonda 46 çıxılsın 14, qalacaq 2, burada da 3. 32 ilə də 33-ü müqayisə eləyəndə arada kiçik işarəsi qoyulmuş olacaq. Keçirik növbəti səhifəyə. Toplama və çıxmanın əlaqəsinə aiddir misallar yazın. Burada necə yazırıq?
2 dənə çıxma, 2 dənə toplama yazacağıq. Ədəd üçlüyüdür. Bu cəmdir, bu isə toplananlardır. Əvvəlcə yazırıq 28 + 11 = 39. Daha sonra yerini dəyişirik toplananlar. 11 + 28 yenə 39 edir. Daha sonra 39-dan bir dəfə 28-i çıxırıq, qalır 11 və bir dəfə də çıxırıq 11-i, qalacaq 28. Daha sonra 58-i yazacağıq. 24 + 34 eləyəcək 58. 34 + 24 eləyəcək yenə 58. 58-dən çıxırıq 34-ü, qalır 24. 58-dən çıxırıq 24-ü, qalır 34. Daha sonra 26 + 20 = 46. 20 + 26 eləyəcək yenə 46. Daha sonra 46 çıxılsın bir dəfə 20 olacaq 26. 46 çıxılsın 26 olacaq 20. Belə. Daha sonra növbəti 81 + 4 85. 4 + 81 eləyəcək 85. 85-dən 4 çıxanda 81, 85-dən 81 çıxanda qalacaq 4. Keçirik növbəti boş xanalardakı ədədləri tapın. Bunu alt-alta toplayaraq da yaza bilərsiniz. Belə də 3 ilə 1-i toplayırıq 4, 5-in də üstü 4 gələndə 9, cavab 94. 41-in üstə neçə gəlsək 94 eləyir. Yenə bu da ədəd üçlüyüdür. Baxın. 53, 41, 94. 3 dənə ədədimiz var. 41 və 94 var. Deməli, burada 53 çatmır. 41-in üstə 53 gəlsək 94. Daha sonra deməli 94-dən 41 çıxırıq. Bir dəfə 53, bir dəfə də 94-dən 53-ü çıxırıq. Sonra 40-ın üstə 45 gəlsək 85 eləyər. 45-in üstə 40 gələndə 85 eləyir. Daha sonra bir dəfə 85-dən 40-ı çıxırıq və 85-dən bir dəfə də 45-i çıxmış oluruq. Keçirik növbətiyə. 75-in üstə 4 gəldik 79. 4-ün üstə 75 gəldik 79. 79-dan 4 çıxdıq 75. 79-dan 75 çıxdıq. 4 qalmış oldu. Verilmiş ədədlər arasında tam və onun hissələrini əmələ gətirən ədəd üçlüyünü müəyyən edin. Bu ədəd üçlüyünə istifadə edərək toplama və çıxmaya aid uyğun misallar yazın. Baxın, hansı iki ədədi toplayanda üçüncü ədəd etməlidir? 14 ilə 25-i toplayanda 39 eləyir. Deməli, bizim ədədlərimiz bu 3 ədəd olacaq. Ona görə yazırıq 14 + 25 = 39. 25 + 14 = 39. 39 çıxılsın 14 = 25. 39 çıxılsın 25 = 14. Daha sonra 5 ilə 42-ni toplayanda 47 eləyəcək. 5 + 42 = 47. 42 + 5 = 47. 47 çıxılsın 5 = 42. 47 çıxılsın 42. Daha doğrusu 47 çıxılsın. Düz deyirəm. 42 = 5. Keçirik növbəti. Burada deməli hansı ikisini toplasaq, üçüncü ədəd eləyir. 25 ilə 32-ni toplayanda eləyəcək 57. Amma burada 57 ədədi yoxdur. Daha sonra 25 ilə 44-ü toplasaq eləyəcək 69. Deməli, cavab budur. 25, 44, 69. Yazırıq. 25 + 44 = 69. Daha sonra 44 + 25 = 69. 69-dan 44 çıxırıq 25 və 69-dan 25 çıxırıq, qalır 44. Keçirik növbəti məsələmizə. Samir pul qabındakı pulun 25 qəpiyinə karandaş aldı. Baxın, karandaş neçədir? 25 qəpik. Onun cəmi bilmirik nə qədər pulu var. Gəlin əvvəlcə onu yazaq. Baxın, cəmi bilmir nə qədər pulu var. Cəmi pulunu bilmir. Karandaşı neçə aldı? 25 qəpiyə və o 35 qəpik pulu qaldığını düşündü. Qaldı 35 qəpik. İndi deyir ki, Samir deyir, düzmü düşündü? Bunu necə yoxlamaq olar? Baxırıq ki, Samirin pul qabında nə qədər pulu var?
50 üstə 10 gəldi. 60, 60-ın üstə də 5 gəldi. 65. Gəlin bunu yoxlayaq. Həlli. Baxın. Cəmi bu qədər pulu var idi. 25-ini xərclədi. Qaldı 35. Belə düşünürdü də. Azalan, çıxılan fərq. Məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gələrik. Yəni azalan bərabərdir 35 üstə gəlinsin 25. Bu da bərabərdir. 5-in üstə 5 gəldik. 10, 0 yazırıq bir yadda. 3-ün üstə 2 gəldik. 5, 1 də yadda. 6. 60 qəpik elədi. Amma halbuki onun bir dəqiqə. Aha. Amma halbuki onun kaşlokunda nə qədər pul var idi? 65 qəpik pulu var idi. O düzmü düşünür? Əlbəttə ki, xeyr. Onun düşündüyünə görə hesablayırıq ki, 60 qəpik eləyir. Amma onun kaşlokunda 60 qəpik yox, 65 qəpik var. Yazırıq cavab düz düşünmür. Düz fikirləşmir də, yəni. Keçirik növbəti məsələyə. Məsələ onda deyir ki, məktəb avtobusunda gəzintiyə gedən 35 sərnişindən 12-si valideyn, qalanı şagird idi. Cəmi neçə nəfər gedir? 35. Valideyn neçə nəfərdir? Valideyn 12 nəfər. Qalanı da şagirddir. Bilmirik şagird nə qədərdir. Ona görə qabağına yazırıq sual işarəsi. İndi avtobusda neçə şagird var idi? Baxın, cəmi 35 nəfərdir. Bunun 12-sini çıxsaq, valideynləri çıxsaq, yerdə qalanlar da 23 nəfər olacaq. Bunlar şagirdlərdir. Deməli, neçə nəfər şagird var imiş? 23 nəfər. Sonra şagirdlərdən onu qız, qalanı oğlandır. İndi yazırıq, bu birinci sualımız olsun. İndi ikinci sualımızı yazırıq. Cəmi 23 şagird var. 23. Qız 10 dənədir. Qalanı da deyir oğlandır. Baxın, oğlanı bilmirik nə qədərdir. Sual işarəsi yazacaq yenə. İndi cəmi 23 idi, düzdür? 23-dən 10-nu çıxarıq. Qalanı da oğlanlar olar. Cavab 13 oğlan. 13 oğlan var imiş. Daha sonra keçirik növbəti səhifəyə. Fərqi tapmağımızı istəyir bizdən. Deməli, 39-dan 5 çıxanda qalacaq 34. Bir dəqiqə, mən bu qələmi biraz qalınlaşdırmalıyım. Prosto çox yox, bircə dəqiqə mən sizin vaxtınızı alacağım. Aha, 83-dən 2 çıxanda qalacaq 1, 8-dən də özünü yazırıq. 7-dən 6 çıxdıq 1, 4-ün özünü yazırıq. 9-dan 8 çıxdıq 1, 9-un özünü yazırıq. 66-dan 3 çıxdıq 63, 78-dən 2 çıxdıq 76, 60-dan 40 çıxdıq 20, 38-dən 30 çıxdıq qalacaq 8, 50-dən 40 çıxdıq 10, 65-dən 10 çıxanda 55 qalır. 75-dən 20 çıxanda qalacaq 55. Daha sonra 87-dən 50 çıxanda qalır 37. 8-dən 5 çıxdıq 3, 4-dən 1 3, 6-dan 3 çıxdıq 3, 76-dan 73 çıxanda 3 qalır. 8-dən 6 çıxdıq 2, 9-dan 2 çıxdıq 7, 5-dən 3 çıxdıq 2, 8-dən 5 çıxdıq 3, 8-dən 2 çıxdıq 6, 5-dən 1 çıxdıq 4, 6-dan 4 çıxdıq 2, 7-dən 3 çıxdıq 4. Aha, geri saymaqla deyir fərqi tapın. 80-dən 40-ını geri sayacağıq, 10 sayırıq. Deməli, bu 80-dir. 4 onluq geri saymalıyıq. 70, 60, 50, bu da 40. Deməli, düzgün cavab 40 olacaq. Burada oldu 40. Daha sonra 77-dən 5-in çıxanda qalacaq 5 dənəsini geri saymalıyıq. 76, 75, 74, 73, 72,
72 qalmış oldu. Baxın 1, 2, 3, 4, 5. Burada cavab oldu 72. 61-dən 30-unu geri saymaqla tapmalıyıq. 61-dir bu. İndi olacaq 51, olacaq 41, olacaq 31. Cavab olacaq 31 burada. Daha sonra 76-dan 20-sinə sayıb çıxmalıyıq. Bu 76 olsun. 66, bu da 56. Cavab olacaq 56. Daha sonra 39-da 8 çıxanda qalır 31. 93-dən 40-ın çıxanda, baxın 93-dən 40-ın çıxmaq üçün 83, 73, 63, bu da 53. 10, 20, 30, 40. 40 dənəsini çıxdıq. Sonra keçirik növbətiyə. 35-dən 30-unu çıxmalıyıq yenə. Olacaq bu da. Deməli 25, 15, 5. Cavab 5. Keçirik. Ədədləri onluq və təkliklərinə ayırmaqla fərqi tapın. Bir neçə misalı şifahi həll edin. 47-dən 5 çıxdıq 42, 50-dən 20 çıxdıq 30. Gəlin indi 79 çıxılsın 26. Onluq və təkliklərini ayıraq. 9-dan 6 çıxırıq 3. 70-dən birinci təklikləri çıxırıq, daha sonra onluqları. 79-da 7 onluq var, eləyir 70. 26-da da 2 onluq var, 20 eləyir. Eləyəcək 50. 50 ilə də 3-ü toplayırıq, eləyir 53. Daha sonra keçirik növbəti 84 çıxılsın 34. Əvvəlcə təkliklər. Təkliklər 4-dən 4 çıxdıq. 0, 80-dən də 30 çıxdıq, 50 və 50-nin də üstə 0 gələndə, bunu biraz böyüdək, 50-nin də üstə 0 gələndə eləyir 50 və bunun cavabı eləyəcək 50. Baxın, sual yarana bilər ki, bunu niyə belə eləyirik? Belə daha rahatdır. Hər dəfə o yumruğunu çəkmək, ədəd üçlüyünü təsvir eləmək vaxt aparır. 96 çıxılsın 24. Əvvəlcə təkliklər. 6-dan 4 çıxdım, qaldı 2. Daha sonra onluqlar. 96-da neçə onluq var? 9 onluq. 90 çıxılsın 24-də 2 onluq var. 20 eləyəcək 70. Və 70 ilə də 2-ni toplayıram, eləyir 72. Daha sonra növbəti 87 çıxılsın 35 bərabər. 7-dən 5 çıxdım, qalacaq 2. 80-dən 30 çıxdım, qalacaq 50 və 50 ilə də 2-ni toplayıram, eləyir 52. Sonra növbəti 96 çıxılsın 24. Baxın, 6 çıx 4 bərabərdir 2. 90 çıx 20 bərabərdir 70. 70 ilə də 2-ni toplayıram, 72. 77-dən 4-ün çıxanda 73 qalır. Bunu şifahi yazır. 96-dan 20 çıxanda qalacaq 76. 65-dən 60 çıxanda 5. 94-dən gəlin indi çıxaq 61-i. 4-dən 1 çıxdım 3. 90-dan 60 çıxdım 30. 30 ilə də 3-ü toplayıram. 33. Cavab oldu 33. Daha sonra növbəti 58-dən 34 çıxırıq. 58 çıxılsın 34. 8-dən 4 çıxdım 4. 50-dən 30 çıxdım 20. 20 ilə də 4-ü toplayırıq. 24. 85-dən 25 çıxırıq. 5-dən 5 çıxdıq 0. 80-dən də 20 çıxdıq. Oldu 60. 60 ilə də 0-ı toplayırıq. 60, 70 olacaq. Keçirik növbətiyə. Uyğun misalları yazın və həll edin. 73 və 42 ədədlərinin fərqini tapın. Baxın, 73 və 42-nin fərqini istəyir. 73 çıxılsın 42. 3-dən 2 çıxdıq 1, 7-dən 4 çıxdıq 3. Qalacaq 31. Azalan 38, çıxılan 18 olarsa fərqi tapın. 8-dən 8 çıxdım 0, 3-dən 1 çıxdım 2. Deməli olacaq burada cavab 20. Azalan 65, çıxılan 53 olarsa fərqi tapın. 5-dən 3-ü çıxıram 2, 6-dan 5-i çıxıram 1. Cavab olacaq 12.
97 ədədinin 26 vahid kiçik ədədi tapın. 97 çıxılsın 26. 1, bu da 7. Olacaq 71. Növbəti, boş xanalarda hansı ədədlər olmalıdır? Azalan, çıxılan fərq. Yəni 55-dən 10-nu çıxırıq, qalır 45. 28-dən neçəsindir çıxsaq, 15 qalar. 28-dən, baxın, azalan, çıxılan fərq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxanda cavabı tapa bilərik. 28-dən 15 çıxanda qalır 13. Sonra 70-dən 30 çıxanda qalır 40. 76-dan 56 çıxanda qalır. Bunu tapmağın bir yolu da dediyim kimi 76-dan 20 çıxırsan qalır 56. Yəni 76-dan 56-ın çıxanda 20 qalır. 45-dən 3 çıxdın 42. 68-dən 6 çıxdın 62. 86-dan 26-ın çıxanda nə qalır? 50. Daha doğrusu 60. 86-dan 60 çıxanda 26. Sonra deyir, hesabla və müqayisə et. 78 çıxılsın 5 olacaq 73, kiçik 75-dən. 60 bərabərdir 60. 49-dan 17 çıx. 9-dan 7 çıxanda 2, 4-dən 1 çıxanda 3. 32 bərabərdir 32. 38-dən 4 çıxanda 34, böyükdür 31-dən. 41-in üstə 7 gəl 48. 24-ün üstə 25 gəl 49. Bu da kiçik işarəsi olacaq. 6-dan 4 çıxdım 2, 5-dən 2 çıxdım 3. 20-nin üstə 2 gəldim 22. Burada arada olacaq böyük işarəsi. Daha sonra 8-dən 8 çıxdım 0, 7-dən 3 çıxdım 40. 41-in üstə 1 gəldim 42. Arada kiçik işarəsi. 64-ün üstə 20 gəldim 84. Bu da eləyir 85. Arada kiçik işarəsi. Keçirik növbəti səhifəyə. Növbəti səhifəni deməli necə eləyəcəyik? Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub götürmək və ya əlavə etmək lazımdır? Boş xanalara uyğun ədədləri tapın. Baxın, 45-dən neçəsindir götürsək 23 qalar. Əlbəttə ki, 45-dən 23 çıxanda neçə qalırsa o. 5-dən 3 çıxdım 2, 4-dən də 2 çıxdım 2. 22 dənəsini götürsək qalacaq o qədər. Lap sayıb da tapa bilərsiniz. 5, sonra 10, 15, 20 və 22. Gəlin bunu rəngli karandaşla eləyək, başqa karandaşla. Bunu silsək və bunu silsək olacaq eyni. Bunları da sayanda 22 etmiş olur. Keçirik növbətiyə. 23-ün üstə 22 gələndə eləyir 45. Daha sonra 54-dən, baxın, azalan, çıxılan, bu da fərq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Bu qaydadır. Riyaziyyatın təməl qaydalarından biri. 4-dən 3 çıxdım 1. 5-dən 3 çıxdım 2. Deməli, 21 dənəsini siləndə eyni sayda qalmış olacaq. 64-dən 50 çıxanda qalacaq 14. 50-nin üstə 14 gələndə 64 etmiş olacaq. Keçirik məsələlərə. Ən sevdiyim hissə məsələlərdir. Samirin anası atasından 4 yaş kiçikdir. Baxın, ana, ata. Onun atasının 38 yaşı var. Anasının neçə yaşı olar? Anasının yaşını bilmirik. Anası atadan 4 yaş kiçikdir. 4 yaş kiçik. O zaman necə hesablayarıq? Atadan 4 yaş kiçiksə atanın 38 yaşı var. O zaman 38-dən 4 yaş kiçik eləyəcək 34. Deməli, cavab ananın neçə yaşı var? 34 yaşı var. 34 yaşı var. Keçirik növbəti məsələyə. Kitabxanaya 48 kitab gətirildi. Cəmi 48. Onlardan 23-ü heyvanlar haqqındadır. Qalanları da nağıl kitablardır. Baxın, bu heyvandır, bu nağıldır. Bilmirik nağıl nə qədərdir. Cəmi nə qədər idi? 48. 48-dən 23 dənəsi heyvanlardır. Qalanı da nağıldır. 8-dən 3 çıxarıq 5, 4-dən 2 çıxarıq 2. Cavab deməli, yerdə qalan neçə dənə idi? 25 dənə nağıl kitabı var. 25 nağıl kitabı gətirildi.
Keçirik növbətiyə. Anar və Lalə hərəsi fikrində bir ədəd tutduq. Anar, Lalə. Lalənin fikrində tutduğu ədəd 78-dən 40 vahid kiçikdir. 78 çıxılsın 40. Olacaq neçə? 38. Deməli, Lalənin fikrində tutduğu ədəd 38-dir. Lalə fikrində hansı ədədi tutub? 38. Anarın fikrində tutduğu ədəd isə 32-dən 13 vahid böyükdür deyirsə toplayırıq. Bu da olacaq 45. Anar da 45-i tutub. Deyir, kimin fikrində tutduğu ədəd daha böyükdür? 38, bu da 45. Lalə, Anar. Lalə kiçikdir Anardan. Cavab hansı fikrində tutduğu ədəd böyükdür? Anar. Keçirik növbəti məsələmizə. Uşaqlar bağdan 38 kiloqram alma dərdilər. Cəmi nə qədər? 38. Onlar almaları hər biri 10 kiloqram tutan 3 dənə səbətə yığdıqdan sonra artıq qalanları 4-cü səbətə yığdılar. Baxın, 3 dənə səbətdir. Hərəsinə 10 kilo yığdılar. 10, üstə gəl 10, üstə gəl 10. Cəmi neçə kilo yığdılar? 30 kilo yığdılar. Bəs neçə idi cəmi? 38. Deməli, 38-in 30-unu yığdılar. Yerdə nə qədər qaldı? 8 kiloqram. Cavab 4-cü səbətə nə qədər yığdılar? 4-cü səbətə 8 kiloqram. 4-cü səbətə 8 kiloqram yığdılar. İndi 4-cü səbəti doldurmaq üçün daha neçə kiloqram alma dərmək lazımdır? Baxın, bir səbət 10 kiloqram tutur. Düzdür? Bizim də var cəmi 10-dur. Düzdür? Var 8 kiloqram. 8 kiloqram. Nə qədər çatmır? Çatmır. Nə qədər? Bilmirik nə qədər çatmır. Həlli. 8-in üstə neçə gəlsək 10 edər. Əlbəttə ki, 8-in üstə 2 kiloqram gəlsək 10 edər. Cavab 2 kiloqram çatmır. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.